İlkin Bey, sizin haqqınızda bizim bir əməkdaş şikayət edib. Mən də eşitmişəm. Hüseyin müəllim, kim şikayət edir? Fərqi yoxdur kim deyib. Etibarlı mənbələrdən aldığım məlumata görə siz hər gün işə gecikirsiniz. Hansı axmaq şikayət edib Hüseyin müəllim? Mümkün deyil axı, özünüz bilirsiniz ki, mənim evim yoxdur, özüm də burada yaşayıram. Hər gün səhər siz işə gələndə mən gəlib sizi qarşılayıram. Yaxşı, bəs bizim şirkətin unikal satış strategiyasını rəqib şirkətlərə ötürmək, bu haqda nə deyə bilərsiniz? Deyirəm, insan nə qədər ağılsız olmalıdır ki, bu məlumatı sizə versin Hüseyin müəllim. Ölkədə bizdən başqa alkoqolsuz araq istehsal edən yoxdur. Hansı rəqibdən söhbət gedir? Yaxşı, hər şey qoyduğu qırağa. Bəs bizim şirkətin xanım əməkdaşlarına qarşı etdiyiniz əxlaqsız hərəkətlər? Hə? Hansı vicdansız sizə bu məlumatı verir? Özdə bizdə xanım əməkdaş var Hüseyin müəllim. Şirkətdə siz, məndən bir də bu xəbərçidə başqa kim var ki? Şirkət salmısınız, nə şirkəti? Ala 12 kvadrat konteynerdə qapını açırsan trassı. Sizə kim icazə verir mənim şirkətimə xəbərsiz şəkildə girirsiniz? Aynə şirkətə yolun qırağına qoyubsunuz, it putkasını deyəsən şirkətim var. Özdə mən auditəm. Etibarlı mənbələrdən aldığımız məlumata görə burada pul yuyursunuz. Müəllim, hansı etibarlı mənbələrdən?